Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, DIM test toplusunda qraf informasiya modelinə aid olan belə bir suala baxırıq. Sual bu formadadır. Şəkildə ABC, D, E, F, G, H, I, J, K, L, M, N, O, P şəhərlərini birləşdirən yolların sxemi verilib. Hər yolla yalnız oxla göstərmiş istiqamətdə hərəkət etmək olar. A şəhərindən P şəhərinə K şəhərindən keçmədən getmək üçün neçə müxtəlif yol var? Deməli, biz A şəhərindən P şəhərinə getməliyik və K şəhərindən keçmədən, yəni K şəhərini görməməliyik. Bunun üçün əvvəlcə biz K şəhərinə daxil olan yolları və çıxışı olan yolları bağlayacağıq. Yəni, daxil olan və çıxan yolların üzərinə sıfırları qeyd edirik. Yəni, bura giriş və çıxış yoxdur. Və adi qaydada sualımızı həll edirik. Deməli, A-dan çıxan yolların üzərinə birlərimizi qeyd edirik. C-yə daxil olan, C şəhərinə daxil olan yolların sayı 1-dir. Çıxışlarına birləri qeyd edirik. B şəhərinə daxil olan yolların sayı 1-dir. Çıxışlarına da birləri qeyd edirik. D-yə daxil olan yolların sayı 1, üzərinə 1, üzərinə 1, 3 olacaq. Ona görə çıxan yolların üzərinə 3'ləri qeyd edəcəyik. F-ə daxil olan 1-dir. Çıxışlarına da 1 yazırıq. Y şəhərinə daxil olan 1, o da 3, 4 yol var. Çıxışlarına da 4'ləri qeyd etmiş olacağıq. G şəhərinə daxil olan yolların sayı 4, üzərinə 3, üzərinə 1 eləyəcək 8 və çıxışına da 8 yazıram. H şəhərinə daxil olan 4'dür. Yolların sayı, çıxışına da 4 yazıram. Görürsünüz, bura bağlıdır da, yəni burada heç nə yazmırıq. Və I şəhərinə daxil olan 1-dir. Çıxışına da 1'ləri qeyd edəcəyik. J-yə daxil olan 8, o da 4, 12. 12, o da 1, 13. 13, o da 1, 14. Çıxışlarına 14'ü yazıram. L şəhərinə daxil olan 14, o da 1, 15 olacaq. Çıxışlarına 15'i yazıram. M şəhərinə daxil olan yollar 14, o da 15, 29 olacaq. Çıxışlarına da 29'u qeyd edirəm. O şəhərinə daxil olan 15, o da 29, deməli 44 olacaq. Çıxışına 44 yazıram. N şəhərinə daxil olan 0, o da 29, 29 olacaq. Və 29'un üzərinə də 44 gələndə 73 yol olacaq. Deməli, cavabımız olacaq C bəndi. 73. Deməli, dərslərimizlə bağlı ətraflı məlumat əldə etmək istəsəz, deməli, nömrəmizə yaza bilərsiniz. 050 115 73 66. Diqqətinizə görə təşəkkür edirəm.